Tövbə surəsinin 119-cu ayəsində gələn mühüm bir həqiqəti bölüşmək önəmli olardı. Ya eyyuhellezine amenu, ey iman gətirənlər, təqullah və kunu mə'əs sadiqin. Təqvaya riayət edin, ilahi rəngə boyanın və doğrularla, düzgünlərlə, sadiqlərlə bir yerdə ol. Və bu ayənin də təfsiri açılışında bəllidir ki, doğruların, sadiqlərin ən bariz nümunəsi Peyğəmbər və onun pak əhl-i beytidir, Allahın salamı olsun onlara. Əslində biz bu il Məhərrəm Səfər ayı boyunca müzakirələrimizdə bu xətt boyunca danışacağıq. Həz Peyğəmbərimizdən buyuruşda gəlir ki, Həzrət İmam Hüseyn əleyhissalamın şəhadəti möminlərin qəlbində heç vaxt soyumayan bir hərarət yaratmışdır. Bu bir dənə sünnətullahdır. Bu bir dənə ilahi qaydadır. Mömin olan insanların qəlbində Həzrəti İmam Hüseyn əleyhissalamın şəhidliyi ilə bağlı hərarət var, bir istilik var, bir şövq var. Azərbaycan xalqı da bunu yaşatması, bunu sahib çıxması Azərbaycan xalqının xüsusi nəcibliyinə işarə edir. Vicdanının oyaqlığına, öz kimliyinin qorunmasına, öz tarixi ənənəsinin, öz milli özünü tanımasını sahiblənib və davam eləməsinə, öz mənəvi, mədəni kimlik kodlarının qorunmasında və yaşanmasında çox ciddi bir növ sahiblənmə. Əgər vicdan oyanışını, qəlb kövrəkliyini, duyğularını, ağlını və dərinliyini bütöv bir vəziyyətdə ölçmək üçün ən yaxşı ölçü vahidi biz götürmək istəsək, Həzrət İmam Hüseyn əleyhissalamın şəhidlik məktəbinə olma bağlantısının olması ən ciddi ölçülərdən biridir və bu böyük bir xoşbəxtlik, bu xalq bu böyük bir xoşbəxtliyə malikdir ki, əsrlər boyu bu imkanı olub və bu gün də buna sahib çıxır. Və bu Azərbaycan insanının dərin insani kimliyini açan mövzulardan biri. Məhərrəm Səfər əyyamını diri saxlama, əzadar olma, bu vicdan yaddaşımızın oyanışıdır, xüsusən 21-ci əsrdə. Məhərrəm sadəcə bir təqvim hadisəsi deyil. Məhərrəm vicdan oyanışının mövsümüdür. Yəni burada xüsusi mələkut aləmindən bir Allah bərəkət nazil eləyir.